Salam əziz izləyicilər. Bu gün sizlərlə Lütfi Zarda adına məktəblərarası 2-ci məntiq olimpiyadasının final mərhələsinə salınmış suallar və onların həlləri ilə məşğul olacağıq. 12-ci sual. 4 nəfərlik qrupun hər bir üzvü özü istisna olmaqla digər 3 nəfərin yaşları cəmini hesablayır və nəticədə 59, 61, 61, 65 tapırlar. Yaşları eyni olan 2 nəfər neçə yaşındadırlar? Deməli, 4 nəfər insan özündən başqa digər 3 nəfərin yaşlarını toplayır. Birinci insan bu cəmi 59 tapır, ikinci insan 61 tapıb, üçüncü insan 61 tapıb, dördüncü insan 65 tapıb. Buradan aydın məsələdir ki, əgər digər 3 insanın yaşları cəmini eyni tapıblarsa, məsələn bu 2 nəfər, deməli bu 2 nəfərin yaşları eynidir. İndi onların yaşlarının neçə olduğunu tapmalıyıq. Bu sualı həll etmək üçün başa düşməliyik ki, tapılan cəm nə qədər böyükdürsə, həmin insanın yaşı o qədər azdır. Məsələn, bu insanın yaşı ən kiçikdir deyə, özündən başqa digər 3 nəfərin yaşını toplayanda böyük rəqəm alınıb. Bu insanın yaşı isə ən böyükdür. Ona görə özündən başqa digər 3 nəfəri toplayanda kiçik rəqəm alınıb. Cəm nə qədər böyükdürsə, həmin insanın yaşı digərlərinə nisbətən o qədər kiçikdir. Bu iki yaşı eyni olan insanın yaşını x ilə işarələyirik. Bu insan cəmi 65 tapıb. Bu insan isə cəmi 61 tapıb. Bu cəm bundan 4 vahid böyükdür. Deməli, bu insanın yaşı bu insanın yaşından 4 vahid kiçikdir. X minus 4. Bu insan isə bundan 2 vahid az tapıb cəmi. Deməli, bu insanın yaşı bu insanın yaşından 2 vahid çoxdur. X üstəgəl 2. Buradan rahat x-i tapa bilərik. Yaşları eyni olan insanlar budur. Bizdən də onun yaşını soruşur. X. Bir nümunə götürərək, bu yaşlardan birini götürərək tənlik quraq. Məsələn, 61. Özündən başqa digər 3 insan bu və bu. Bunların cəmi 61 olmalıdır. X üstəgəl 2 üstəgəl x üstəgəl x çıx 4 bərabərdir 61. 3x çıx 2 bərabərdir 61. 3x bərabərdir 63. X də bərabərdir 21. Bizə lazım olan rəqəmi tapdıq. Yaşları eyni olan 2 nəfərin yaşı neçədir deyirdi. O da x ilə işarə olunub. X 21-dir. Cavab C variantı 21. Digər sualların həllərinə videonun digər hissələrindən baxa bilərsiniz. Həmçinin kanalıma daxil olaraq orada bütün sualların bir yerdə olduğu playlisti görə bilərsiniz. Həmin playlist vasitəsilə də bütün videolara dənə-dənə baxa bilərsiniz, bütün sualların izahlarına.